Məşhur aktyorlar Leyla Bədirbəyli, Fazil Salayev, Arif Qasımov kimi sənətkarların yer aldığı film bugünə qədər izlənməyib. Məsələ burasındadır ki, Araşdırın adlı film 48 il sonra tapılıb və Dövlət Film Fondunun arxivinə daxil edilib. Biz Azərbaycanın tanınmış kino rejissoru, əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin 75 illik yubileyi ilə bağlı bir tədbir hazırlayırıq və bu tədbirlə bağlı bəzi araşdırmalar apardıq və məlum oldu ki, onun 1978-ci ildə vaxtilə Rusiyada Moskvada Kinematografiya İnstitutunda təhsil alarkən çəkdiyi bir kurs işi var və həmin filmin operatoru da Ələkbər Muradovdur və filmin adı Araşdırındır və bu filmin adına heç bir Azərbaycan kinosu ilə bağlı hazırlanmış kataloqlarda, siyahılarda rast gəlinmir. Bu tip filmlər Azərbaycan kinosunun tarixinin öyrənilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Çünki bildiyiniz kimi Azərbaycanın bir çox peşəkar kinematografçıları həmin vaxt Rusiyada təhsil alırdılar, İttifaq Kinematografiya İnstitutunda təhsil alırdılar və onların kurs işlərinin, diplom işlərinin hazırki gənclərə göstərilməsi və sanki bir o dövrün tələbələrinin kurs işlərinə, diplom işlərinə indiki gənclərin baxması bizim fikrimizcə olduqca vacibdir. Bu film mənim atamın kurs işi olduğuna görə bu filmi mən özüm təhlil etdim film fonda. 2-3 həftə bundan öncə zirzəmidə mənim də işlərim vardı. Girdim elə zirzəmini açanda, elə bir Allahdan mənim qabağıma o kaset elə düz dayanmışdı. Belə baxım görüm, Araşdırın Ələkbər Muradov, Cahangir Mehdiyev. Elə o filmi götürdüm və elə sabahsı ilə apardım, verdim film fonda. Və o film fonda onlar da onu həm orada rəqəm araşdırdılar. Bu yaxınlarda tezə filmlər vermişimdir. Sualtı qayıq T9 var məsəl üçün. Sonra məsəl üçün Cəfər Cabbarlının kadrları var vermişəm.